Axırdan başa baxacağıq ki, sonra asanları izah edərik, birdən çətinlər qalar və ona görə. Burada A verilib bu ifadə. Ortaq nə çıxır? X kvadratı. Qalır x üstə gəl 2. Buradan ortaq nə çıxır? -9. Nə qalır? -9x-i -9-a böləndə müsbət x, -18-i -9-a müsbət 2. Bu olur ortaq x üstə gəl 2, yerdə qalır x kvadrat çıxaq 9. Biraz da sadələşdirsək, x kvadrat çıxaq 9, bir dəfə x çıxır 3, bir dəfə x plus 3 olur. İndi burada kör olsa gözü açılar ki, x çıxır 3 var, x plus 3 var, bir dənə nə çatmır? X plus 2 çatmır. C-miz nədir deməli? 2-dir. Düzdür? İndi bura baxaq. B-də verib sənə x kvadratı plus mx üstə gəl 10. Və sən bilirsən ki, vurğulardan biri x plus 2-dir. Düzdür? X plus 2-ni nəyə vursan, onunla bitən bir şey alarsan. X plus 5-ə. Düzdür? Çünki 2 vur 5, axırda nəticə 10 verəcək. Ona görə də burada da A-mız da olur 5. Düzdürmü? Bir dənə məsələ də var. Biz bir dənə M-i tapmamışıq. M-i də nətər tapasan? Bax, bunu vurac. X-i x-ə vuranda x kvadratı. X-i 5-ə vuranda 5x. X-i, yox, 2-ni x-ə vuranda 2x, 2-ni 5-ə vuranda 10. Yəni, x kvadratı üstə gəl 7x plus 10. M nəymiş? 7. 7-dir. Deməli, M, A, S. M 7 tapdıq, A-nı 5 tapdıq, S-də 2 tapdıq. 14 olur. Belə. Aydındır. Burada bunları tutuzdura bilmirəm hansı. Deyəsən 108-dən 109 oxşar da. 108-i yazaq, 109-a baxıb yazar sırat. Deyir ki, Euler-Venn diaqramda x kvadrat plus px plus 2 şəkilli A və B soxadləri vuruqları verilib. A plus B-ni tap. İndi A-mız bu ikisinin hasilidir. X plus 4, x çıx 2. Vurub açırıq. X kvadrat çıxaq 2x üstə gəl 4x üstə gəl, yox çıxaq 8. X kvadratı plus 2x minus 8. Bu oldu A. B də nədir? X plus 3 vur x minus 2. Belə olurmu? Bunu da vurub açsaq, x kvadratı çıxaq 2x üstə gəl 3x çıx 6. X kvadratı üstə gəl x çıx 6 olur bu da. Və səndən A plus B cəmini soruşur. Toplayanda elə bil bu hissəni. 2x kvadratı çıx 14. Belə bir şey alınır. Elə yəqin buna deyir vuruqları ayrına. Mən əslində biraz gecə ağlıma gəldi. Misalı, anı yazıb qutaranda bir şey ağlıma gəlmişdi. Qoyun onu deyim, ürəyimdə qalmasın. Daha asan yol. A nə idi? Bir dəqiqə, A-nı oxşamadı. A, x plus 4 vur x çıx 2-dir. B də x plus 3 vur x çıx 2-dir. Düzdürmü? Sən A plus B deyəndə ortaq nə var burada? Hə, mən ağlıma başdan gəlmişdi. Prosto dedim, da yazmışam, yarı saxlamayayım. Hə, yerdə nə qaldı? 2 dənə x plus 7. X ilə x, 2x, 4 ilə 3,
7. Yəni bu daha məncə qısadır. Çünki vuruqları ayırdır. O birisinə yazsaq, gərək təzən bunu bir də parçalayaq, nəsə bir şey alaq. Düzdür? Bəli, nə? A-nı bilirsən də x plus 4, x minus 2. B də x plus 3, x minus 2. Ortaq nədir? X çıxı ikisində də var. Çıxartdın bunu. Nə qaldı yerdə? X plus 4, bir də x plus 3. Toplayanda nə qədər olur? Yəni, birbaşa bu vuruqları ayırmadır. Yoxsa bunu yazsam, buna bax bir dənə. Vuranda mənfi 28, 2 vur mənfi 14. Toplayanda 3. Gələk təxmin edəyəm də, hansı ədədlərdir? Mənfi 28, 4 ilə 7, amma 4 ilə mənfi 7 deyək də biz ona. Gələk bunu təzdən yazasan, 4 ilə, neçə demişdim mən? 7, 4, 7. 7 ilə mənfi 4 demişdim, nə deyəsən? Gələk bunu təzdən belə yazasan, buradan Allah göstərməsin, x-i çıxardasan, qala 2x plus 7. Buradan da elə bil çıxardasan mənfi 2-ni, nə qalır? 2x plus 7. Hə, gəlib alasan burada 2x plus 7, vur x çıx 2. Elə bu boyda şeyi yazmaqdansa elə bu daha yaxşıdır da. Başa düşdünüz? Bəli. Hə, yoxsa bundan yazanda görsən nə qədər uzanır söhbət. Hə, burada belə bir dana boyda misal var. Və buna da baxaq. Əslində çətin deyil, bayaqçı yazdıqlarımızın eyinsidir. Sadəcə baxaq. Çox uzatmayacağım. Vuranda mənfi 8. Bax, mənfi 4 zaten var. Hə, A nədir? 2-dir də, yəni bunu daha çox çürütməyin adı yoxdur. İndi keçib bu bir tərəfə. Vuranda mənfi 3. B olur 3. Düzdürmü? Biz A-nı tapdıq, B-ni tapdıq. Nə qaldı bizə? C-ni tapdıq biz. C hardadır? Tapdığımız C-dir. Yox, C-ni tapmamışıq. Budur. Buradakı C-ni deyir. Bu C-ni. Hə. İndi onu eləyəcəm mən. C içərisində nə var? X plus 3. Bir də vurub açanda x kvadratı çıxaq. X üstə gəl. 3x-ə 3x çıxa 3. Yəni x kvadratı üstə gəl 2x çıxa 3 var. C çox. C də oldu 2. A-nı belində bilirdik. Yəni vuranda da A2, B3, C-də 2. Asan oldu. Yoxsa durub bir-bir vursaz, nə bilim, hesablasaz, olur dəlixana. Bu fərqli sualdır. Gəl buna baxaq. Hə. Sadələşdirilməsini alınan çox ədədin dərəcəsi 8 olarsa, cəmin ən böyük qiyməti. İndi dərəcəsi 8 olarsa deyəndə, buranın dərəcəsi hal-hazırda ən yüksək 2-dir. Bu 1-dir, A üstü 1. Biz yuxarını götürürük də. A üstü 1 yox, B üstü 2-ni götürürük. Məsələn, o ikisi ayrı-ayrı çox hədlidir, amma bir yerdə bir hədli olaraq olur da. Çünki məsələn, Hə. elə olur. Necə yəni? Başa çıxmıyorum. Ayrı-ayrı da çox hədlidir. Vurub atsan yenə çox hədli olacaq. Toplama var. Yox, vurandan sonra... Hə, toplama var ona görə. Düzdür. İfadənin sadələşdirilməsini alınan çox hədlinin dərəcəsi 8-dir. Deyir, M-in ən böyük qiyməti. İndi bir dənə söz deyim sizə. Bu dərəcənin 8 olması üçün N ya da M nə olmalıdır? 6. Çünki vurmada üstər toplanır. Ona görə N6, M6 olsa biz ən böyük qiymət 12 alacaq. Bəs niyə ən böyük qiymət söhbətini işlədirik? Çünki Onur bilir ki, mən buna 6, buna 5 də qoysam yenə dərəcə 8 olur da.
Çünki bu 6-dır, kifayət eləyir də. Yəni 6, bu da 2, 8 eləyəcək. Yəni bir dənəsi 6 olsa kifayət eləyir. Prosta ən böyük qiymət deyir deyə. Mən ikisinə də 6 qoyuram. Çox hədli deyə dərəcələr toplanmır da. Ayrı. Hə. Orada yəni belə deyək də B üstü 2-ni B üstü 6-ya da vursam 8 olur. B üstü 2-ni A üstü 6-ya da vursam yenə 8 olur dərəcə. Amma 7 yazsam dərəcə 9-a çıxacaq. İkisindən birinə. Maksimum ikisinə nə yaza bilərəm? 6. 6 yazanda heç biri 8-dən o yana getmir. Düzdür? Bildiniz onu. Yəni əsas odur ki, M-lənin 7 olmasın. 7 olsa dərəcə neçəyə çıxır? 9-a çıxacaq. Belə. Bu sualı sizinlə imtahan keçirəndə, burada yarış keçirəndə vermişdim. Bu tipdə bir şey. Vuruqlarından biri söhbəti var. Mən sizə demişdim ki, vuruqlarından biri əgər 0 olarsa, onda ifadə nə olur? O da 0 olur, bəli. Bir daha deyirəm, əgər vuruqlarından biri 0 olarsa, avtomatik ifadə nə olur? 0. 0 nəyə vursan vur, 0 eləmir. Burada A-nın yerinə -4 qoy, olur 16. İndi A-nın yerinə -4 qoyanda mənfisi buranı müsbət edir. 0. Baxa. 16 üstəgəl 4m çıx 12 çıx 8 bərabər 0. 4m bərabərdir. 16-dan 20 çıxanda -4, sağa atanda müsbət 4. M-də 1 qalır. Aydındır. Biz nə görə bu həddini sıfıra bərabər geçir? Vuruqlarından biri 0 olsa, ifadədə nə olur? Bunlar 0 olur, bəlkə vuruqlarına birisi 0 deyil. Yox, indi yenə deyirəm. Vuruqlarından biri söhbəti varsa, sən ona ürəyin nə istəsə qoya bilərsən. Yəni, belə bir şey deyim, nətər izah edeyim sən onu. Bu ifadə, misal üçün, elə belə deyirəm də sizə. Bunun açılışı nədir? Misal üçün, A plus 4, A plus 2. Düzdürmü? Bunu rahat əldə eləməyin yolu odur ki, sən buranı 0 eləsən, bura avtomatik 0 olmur. Yəni, vuruqlarından biri o deyil, söhbəti başqa məsələdir. Amma olsa nə olar? O məsələ var. Çünki burada sənin konkret demir ki, tənlik kimi həll elə. Sadəcə sən fikirləşsən ki, bu 0 olsa demək bu da 0 olmalıdır. O çox misalda sizə çox faydalı şeylər verəcək. Onu yadınızda saxlayın həmişə. Üstü 4 varsa kvadratın kvadrat kimi ifadə eləyə bilərik də. Elə bil yazarsan 6/9-un kvadratının kvadratı çıx 3/1-in kvadratının kvadratı. Burada aşağıdakı ifadədə 13.8 2 vur 6.9 deyəsən. Bu sual da deyəsən sizə vermişdim. Bu da 2 vur 3/1-in kvadratıdır. İndi sən yuxarıda 2 dənə kvadrat və çıxma görürsənsə, bir dəfə, bəli, bir dəfə toplaması, bir dəfə çıxması olur. Düzdür? Burada 2 dənə kvadrat var. Bir də məsələn A kvadratı, bu da A kvadratın kvadratı. Olsun da. Fərqi nədir ki? Əsas odur ki, 2 dənə kvadratın və 1 çıxman var. Var. Onda A kvadrat çıxar B kvadratı, A kvadratı plus B kvadratı olur. Fərqi yoxdur. İndi aşağıdakı ifadədə ikisində də nə var ortaq? 2-nin kvadratı 4, 2-nin kvadratı 4. Kvadrat da var da başlarında, ona görə deyirəm. Onda olacaq 4 vur 6.9-un kvadratı. Bu da 4 vur 3.1-in kvadratı. 6.9-un, nə sağa kör şeytan.
6.9'un kvadratı üstə gəlir 3.1'in kvadratı qalır burada. Yuxarıdakında bu ifadə yenə bir dəfə minus, bir dəfə plus olur. Aşağıdan 4'ü də çıxardanda belə bir şey olur. Bunlar gedir. 10 vur 3.8 böl 4. 38 elə bil 4'ə bölürsən. 19'u 2'ye böləndə 9.5. Bəli. Düz dedim uşaqlar. Bu hissə məncə çətin suallar olan hissəydi. Bundan əvvəllər daha asan olacaq. Əslində çətin də deyirlər. Nə bilim indi. Uşaqlar. Biraz düşündürücü şeylərdir. Birbaşa yazım da. Onsuz da maşallah başınız mənim başımda yiyişədir. Bir dəfə minus, bir dəfə plus olur bu. Çıxanda 30, toplayanda 36. Aşağıda da bu 50, bu da 60. 30'u çıxardanda 36 plus 14 qalır. 50 bura 60 qara. 50, bu da 2'də 1. Güzel. Aydın da. Belə. Asandır. Yenə deyirəm, bundan əvvəlkilər çox da çətin deyil. Ola bilər ki, hər hansı bir sualda nisbətən çaşdırıcılıq ola bilər. Bax, baxan kimi adamın ağlına o kub düsturu gəlir. Sən görürsən ki, misal üçün, bu 27x kubudur. Bu nəyin kubudur? 3x'in. Onda A da 2'nin kubu olmalıdır. Yəni 8. An tapdıq ki, birinci kublar silinir. 27x kubu 3x'in kubudur. 8 də 2'nin kubudur. Birincinin kvadratı 9x kvadratı. Çıxılsın. 3x'i 2'yə vuranda 6x. Üstəcə ikincinin kvadratı 4. Deməli, B'miz oldu 9. C'miz oldu -6. D'miz oldu 4. 2, 9, 11. 11'dən 6 çıxanda 5. 5'in üstə 4. 9 olur. Bunlar silinir. Birincinin kvadratı çıxar. Birinci vur ikinci. Üstə gəlir ikincinin kvadratı. 225 15'in kvadratıdır. 15 vur 85 üstə gəlir 85'in kvadratı. Bir dəfə plus, bir dəfə minus da yuxarı. 50, 100. Çıxanda 50, toplayanda 100. Aşağıda 100. Bunlar getdi. Bundan da bu getdi. 15'in üstə 85, 100. Çıxaq, 50 də burada. 50 qaldı. Все. Ümidvaram nəsə bir çətinlik olmadı. Bu sual mənə həmişə asan gəlir. Bəzən uşaqlar çətinlik çəkirlər. Dəfələrlə vermişəm. 2'yə vuranda onsuz da o aşağılar gedir. 2.45'in kvadratı. 4.55'in kvadratı. Bir de 2'ye vuranda olur 2 vur 2.45 vur 4.55. Yerler dəyişsək, hansı düsturun açılışıdır bu? Bu olur 7'nin kvadratı. 94'e baxaq. Burada A üstə gəl B'nin kvadratı. Çıx C kvadratı bərabər 13.
Burada 2 dənə yenə kvadrat var, bir dənə də çıxma var. Nə olur? Bir dəfə çıxaq, bir dəfə toplayaq. Çıxan da 1, toplayan da 13. Belə. Bu olur 2A üstəgə 2B 14. A plus B 7. Yəni alt-alta toplayanda bunlar getmişdi. 2 dənə A, 2 dənə B qalmışdı. Bu da A plus B. İndi A plus B əgər ki 7-dirsə, 7-nin üstünə gəlsə onu çalınar 6. Yazıram. Bu 7 üstəgə 2 vur. Olur 19. Bir şey deyəcəkəm. Bəli. 1 ilə 13 hardan bilmişdi? Məsələn, toplayanda 1 çıxanda 13 olur. 13 orada sənə deyir ki, natural ədədlər üçün. 13 almaq üçün ancaq 1 ilə 13 ola bilər də. Başqa natural ədəd yoxdur da. Vuranda 13 eləsin. Bildin? Özdəki orada düz gəlməlidir. Həmişə A plus B çıxaq C olan balaca olmalıdır. Plus C olan böyük olmalı ki, natural ədəd söhbəti ödənsin. Əks halda mənfi qiymətlər çıxır. 93-ə də baxaq. Burada vuruqları ayırsa. Əslində bu, bəli, 4x çıxaq 5y-in mötərizə kvadrat deyil bu. 4x-in kvadratı 16x kvadratı, 5y-in kvadratı 25y kvadratı və 2 misli. Burada 4 vur, x-in yerinə yazacağım 4-də 23. 5 vur, y-in yerinə yazacağım 5-də 21-ə kvadratı. 23-dən 21 çıxanda 2-nin kvadratı 4. Oldu. Belə. Aha. 92. Burada A üstü 4, üstə gəl 4B üstü 4 verib. Mən bunu A kvadratının kvadratı, bunu da 2B'nin yazacağım. 2B'nin kvadratın kvadratı səhv yazdım deyəsən. İndi düz oldu mu? İndi bir dənə də söhbət edək. Deməli, A kvadratı plus B kvadratının köməkçi düsturu nə idi? A plus 2AB. Belə idi də. Sən elə fikirləş ki, orada A ilə B yox, səndə A kvadratından 2B kvadratıdır. Onda necə olur? Birinci, A kvadrat plus 2B kvadratının mötərizə kvadratı, burada kimi. Sonra çıxılsın 2 vur, birinci vur, ikinci. Belə bir şey olur. Yenə deyirəm, elə bil aşağıdakı düsturda A-nın yerində A kvadrat dayanıb, B-nin yerində də 2B kvadrat dayanıb. Düzdür Şəms? Burada A kvadrat plus 2B kvadratı bu nəyi verir? 4A kvadratı B kvadratı. 4A kvadrat B kvadratı 2AB-nin mötərizə kvadratı. Bir dəfə plus 2AB, bir dəfə də minus 2AB olur. Olur deyəsən Y-bəndir ya da Y-bəndini. Çünki 2AB olan budur. Aydın oldu. Görürsünüz, balaca tıqılı bir şeydə nə boyda şey çıxır. Yazaq. Orada bir dənə bir şey, neysə, boş ver. 91-ə baxaq. Deməli, biz məsələnin indi düzgün tərəfini deyək də birinci. Vuranda -4, toplayanda -3. Onu necə edirsiniz? 2 vur -2 neyinir? Həmişə də olacaq. Həmişə.
Vuranda -4 edir. Toplayanda da ortadakı -3. Hansı ədədlərdir? Vuranda -4, toplayanda -3. 4 ilə -4 ilə müsbət 1. -4 ilə müsbət 1 vuranda -4. -4-ün üstə 1 gələndə -3. Ödədi. Elə bil o ortadakı var ha, -3x. Onun yerinə yazarsan -4x ilə müsbət 1x. Çıx 2 də burada dişlərini ağardır. Aydındır bura qədər. Buradan 2x'i çıxardırsan, qalır x çıx 2. Buradan da elə qalır x çıx 2-nin özü. Ortaq nədir? X çıx 2, yerdə nə qaldı? 2x üstə gəl, yazılmayıbsa 1. Aydındır. Silək. İmtahanda mən həmişə uşaqlara deyirəm ki, test falan düşəndə eləyəndə mənim şagird vaxtı elədiyim üsullardan biri oydu ki, misal üçün x-ə 0 qoyurdum. X-ə 0 qoyanda burada cavab nə alınır? -2. İndi sonra axtarırdım ki, hansını da 0 qoyanda -2 eləyir. Misal üçün bilirəm ki, 2-nin -2 ilə 1-ə vuranda şey eləmir. -2 eləmir. Bu səhvdir. Bunu -2-ni 2 ilə 1-ə vuranda yenə -2 eləmir. Bu səhvdir. -2-ni -1-ə vuranda müsbət 2 edir də -2 eləmir. Yəni, cavablara bir-bir 0 qoyurdum. Görüm hansında -2 alınır. Gördüm ki, 2 dənə variant qaldı. Ya B-dir, ya da A-dır. Düzümü? Sonra rahatlıqla vurub açıb gördüm ki, hansıdır. Ən azından bir də görsən ki, yəni şansı vardır səndə. Düzəmirəm? Bilməm, değil mi? %90 da eyni şeydir. İstəsəz yazaq. 90, 89 gəlin yazaq. Ya da gəlin bu birisini yazaq. 90 daha qəliz görsən. Ədəd verməyəndə adam çaşır ona görə. Və x kvadratı çıxaq, mən ora -1xy yazıram. Nəsə fərqi var? Hə, indi baxırsan. Bunun qabağında yazılmıyorsa 1 var. 1 vur -6. Vuranda -6, toplayanda ortadakı -1. Hansı ədədə? 3 ilə -2. 3 və -2. X kvadratı üstə gəl 3xy, çıxaq 2xy, çıx 6y-in kvadratı. Buradan x-i çıxardanda x plus 3y, buradan -2y çıxardanda x üstə gəl 3y qalır, düzümü? X plus 3y ortaq, yerdə nə qar? C olmur deyəsən. D-yə bax. Sağ olun, minnətdarım. Orada nəysə səhv yazmışam bəlkə. Bəlkə onlar səhv yazıblar, elə özümüzdə səhv axtarır. Deməli, nə olmalıdır deyil? Hə, buna yerən dəyişik yazmışıq, düz deyirsən. Hə, bura elə bil tərsin olmalıydı da. Bura çıxma olmalıydı, bura toplama olmalıydı. Hə, bir tərsinə olmalıydı. Düzdürmü? Ona görə misalımız səhv getib, yavır olduq. X kvadratı çıx 2xy, üstə gəl 3xy. Çıx 6y-in kvadratı. Burada diqqətsizlik eləmişik. X-i çıxardırsan, x çıx 2y. Buradan da 3y-i çıxardırsan, x çıx 2y. X çıx 2y ortaq, yerdə qaldı x plus y. Hansı oldu? C. Yenə səhv gəlir axı. Yenə səhv yazmamışam, bir dəqiqə. Yenə səhv yazmışam inşallah, yerəni dəyiş yazmayayım. Bir abur oldum, təmiz.
Yenə 1 götürmüşəm. Mənfi 1 götürmədim yenə. Bir daha yazırıq. Eyb yoxdur, bu dəfə alınacaq. Mənfi 3x-y çıxaq. Yox, üstə gəlir 2x-y. İndi oldu mənfi x-y. Hə, indi 100% düz çıxacaq. X-i çıxardırsan, x çıxı y, 2y, bu da x çıxı y. Düzdürmü? Hə, demək x çıxı y ortaq, yerdə qaldı x üstə gəlir 2y. D variant, hə. Sizin dediyiniz üsulunu eləmək olar. O atıb bundan əvvəlkində. Hə, eləmək olar. Bir dənə bunu qeyd elə, mən deyəcəm. Bu gün xəstəyəm, bu gün bəhanəm var. Hə, mən dediyim üsul nə idi? Ədədlərə, misal üçün, tutaq ki, x-ə bir dənə ədəd qoy, bir də y-ə bir ədəd qoy. Tutaq ki, x-ə sən 0 qoy, y-ə də 1 qoy. Nə alınar? X 0, y 1 olsa, əgər uşaqlar, x 0 olanda buranı da aparır. Y-ə də 1 qoyanda nə alınır? Mənfi 6 alınır da cavab. İndi x 0, y-ə 1 qoyanda hansı cavabda əgər mənfi 6 alırsansa, cavab ona uyğun gəlir. Misal üçün, bura 0 çıxı 3, mənfi 3, 0 plus 2, müsbət 2. Buranı mənfi 6 eləyirmi? Cavab belə doğru gəlir. İndi bu açığını deyim ki, bu tam tutarlı bir yol deyil. Nəyə görə? Çünki Y variantında da misal üçün mənfi 6 ala bilirsən, ola bilər başqa variantda da ala bilərsən. Amma ən azından variant azaltmaq üçün yararlı bir şeydir. 2 dəfə qiymət qoysaz, adətən cavab çıxır. Misal üçün 0, 1 qoyduq, belə aldıq. Tutaq ki, 2 ilə 1 qoysaydın, daha rahat cavablar alacaqdın. Məncə 88-ə aid yazdıq bayaq. 87-yə uyğun baxsaq daha yaxşı olar. Düzələm. Hamısında A+M var. Qalır A+2M, 6 vur A+M, 9. Bu A+M plus 3-ün kvadratı deyil. Bura. Elə budur cavab. Problem yoxdur? Asaddılar, çətin heç nə yoxdur. Bayaqki elədiyimiz söhbətlərdir bunlar. Mənim üçün ümumiyyətlə bu çox vacib bir şeydir. Ona görə bunun üstündə biraz da durmaq istəyirəm. Vuranda mənfi 4. Hə, həmişə yazın qırağa, ərinməyin. Hasil mənfi 4, cəm 3. Hə, hansı ədədlərdir? 4 ilə mənfi 1 deyil. Elə bil vuranda mənfi 4 deyil. 2x kvadratı, 3x-in yerinə 4 ilə mənfi 1x yazırıq, çıxar ki. 2x-i çıxardırsan, x plus 2 qalır. Mənfini çıxardırsan, yenə x plus 2 qalır. X plus 2 ortaq, yerdə nə qar? 2x sıx 1. X-ə 0 qoyanda mənfi 2 eləyir. Bir dənə B ilə Y variantı qar görsən. Neçələn variant getdi. X-ə 0 qoy, burada nə alırsan? Hə, mənfi 2 qarda cavab. Hə, misal üçün, x-ə 0 qoy indi burada. 2-də 1. Bu da mənfi 2. Vuranda mənfi 2 eləyir? 1. Eləmir də. Hə, bu gedir. 1-i 2-yə vuranda, misal üçün, x-ə 0 qoydun, getdi də. 1-i 2-yə vuranda mənfi 2 eləyir? Xeyr. Misal üçün, bu da mənfi 2 eləmir. Bir dənə burada 1 ilə bu, bir də bu. Onlardan yoxlayanda cavab düz çıxacaq. Əgər o ikisi arasında da qalıbsansa, x-ə 1 qoy, misal üçün. X-ə 1 qoyanda görürsən ki, bura neçə alınır? 2 vur 1, üstə gəl 3 vur 1, çıx 2. Neçə alınır? 3. Hə, indi götür burada 1 qoy. Gör hansında 3 eləyir. Bura 1 qoyanda, misal üçün görürsən, 3 vur, mənfi 1, mənfi 3 eləyir. Düz gəlmir. Amma burada 3 vur, 2 çıx 1, 3 eləyir. Y variantı. Ədəd atmaqla, yəni çıxartma olur. Amma qapalı suallarda təbii ki, belə yəni başqa yollarla alınmayacaq.
Buna baxaq. Hə, buradan yazın. Orada biz A kubunu ortaya çıxarsaq, A çıxı 6 qalacaq. Amma o birisindən nə çıxardırıqsa çıxardaq, A çıxı 6 qalmır. Düz deyirəm? Ona görə deməli, o səmərəli üsul deyil. Biz nə etməliyik? Yer dəyişmə aparmalıyıq. A üstü 4 çıx 81 çıx 6A kubu üstəcə 54A. Bu A üstü 2-nin kvadratı çıxa 9-un kvadratdır. Burada da 6A kubunu, yox 6A-nı çölə çıxartsam nə qalır? Az 2. Çıx 9. Mənfi çıxıb deyə belə qalır. Bu nədir? Bir dəfə A kvadratı üstə gəl 9, bir dəfə də A kvadratı çıxa 9. A kvadrat çıxa 9 ortaqdır. Yerdə nə qalır? A kvadrat çıxa 6 plus 9 qalır. Düzdür? Yerlərini biraz dəyişdim, yazdım. Aha. İnsan bunu yazarsan, bir dəfə A plus 3, bir dəfə A minus 3. Bunda yazarsan, A minus 3-ün kvadratı. A plus 3 ortaq. Burada A çıx 3-dən neçələndir? 3. Oldu belə. Birbaşa açsaq məncə daha faydalıdır. Yəni düzdür, mən bunu şey kimi yaza bilərəm. Yəni hə, elə bil bunu A bunu B kimi qəbul edib, A kub plus B kubu kimi də yaza bilərəm. Amma onda daha uzun gedir məncə. Gəl elə birbaşa açaq. X kubu 3 vur 1-cinin kvadratı vur 2-ci. 3 vur 1-ci vur 2-cinin kvadratı, bir də 2-cinin kubu. Belə deyil açılış. Hə. Burada da 1-cinin kvadratı, 3 vur 1-cinin kvadratı vur 2-ci. Bir də üzr istəyirəm, bura 1-cinin kubu olmağa çalışdım. Üstə gəl 3 vur 1-ci vur 2-cinin kvadratı, çıxaq 2-cinin kubu. X kubundan x kubu olur 2x kubu. 3x kvadratından mənfisi gedir. 3x, 3x nə qədər olur? 6x. Bundan da bu gedir. Nə qalır? Belə bir ifadə. 2x vura x kvadrat plus 1. Yox. 3. Belə qaldı. Ayırdıq vuruqları. O birisi ilə yazsaydım, məncə daha uzun gedərdi. O birisi kub düsturundan. Hadi baxaq. Hə. Bu hansı düsturdur? Kub düsturu. Nəyin kubudur? 2P-nin kubu 8P kubu. 3-ün kubu 27. Burada da 1-cinin kubu P kubu, üstəcə 2-cinin kubu 27. Oldu 8P kubu. Hə, diqqətsiz yoxluyordum. 9P kubu. Bugün bəhanə var, xəstəyim. Deməli, adi ilə qayda ilə yazsaq cavab düz çıxacaq. Yuxarıda kublar var. Kublar silinir. Birinci. Sonra 1-cinin kvadratı çıx. 1-ci vur 2-ci. Üstəcə 2-cinin kvadratı. Belə 70. Çıx 2 vur 73 vur 67. Bundan bu gedir. Qalır 2. İkisində də 2 var da, düzümü? Həm burada var, həm də burada var.
Deməli, 73-ün kvadratı burada. Bircə dəqiqə bir dənə üzr istəyirəm. Burada bir şeyə diqqət elədirsə, 2 dənə 73 vur 67 burada var. 2 dənə 73 vur 67 burada var. İkini çölə çıxartdığım üçün 2 dənə 73 vur 67 qar yerdə. Bax, bir daha deyirəm. 2 dənəsi buradadır. 2 dənə də 73 vur 67 buradadır. İkisini çıxartmışam deyə 2 dənəsi qar yenə. 4 dənə 73 vur 67 olur. İkisini çıxardırsan, yenə ikisi qalır. Amma misal üçün 67-nin kvadratından cəmi neçə dənədir? 2 dənə. Ona görə 2-ni çıxardanda bir dənəsi qalır burada. Bu nəyin düsturunu verir? Mötərizə kvadratı. Bu da neçə yer? 6-ın kvadratı 72. Aydındır. Burada nə edərik? Qruplaşdırmanı düzgün eləsək daha yaxşı olar. Bax, misal üçün, 47-nin kvadratı çıx 27-nin kvadratı olanda bir dəfə 47 çıx 27, bir dəfə də 47 üstə gəl 27. Üstə gəl, 40-ın kvadratına 23-ün kvadratı çıxanda bir dəfə 43 çıx 23, bir dəfə də 43 üstə gəl 23. Düzdür uşaqlar? Aşağıda da 700. 47-dən 27 çıxanda 20 vur 74, 20 vur 66 olmar. Biabır olduq. 20-ni çıxartdın sonra nə qar? 74 plus 66 nəyə verir? 140. Hə? Sıfırar getdi. 28-i 7-yə böləndə 4 qar. Çətin deyil. Hə, gəl buna baxaq. Bu tipdə də sual çox işləmişik məncə. Tam cəbri ifadələrinin daxilində belə bir sual yox idi. Elə? Hə, çox sağ olun. Çünki belə bir şey yadıma gəlir o bölmədə. Var. Hə, deyirəm də. Deməli, birincinin kvadratı A4. Bunun buna A-sının iki misli 6A kvadrat B kvadratı. Bir də ikincinin kvadratı 9B üstü 4. Belə bir şey olur. Burada kör olsa gözü açılar ki, bu K'dır. Bu da M'dir. Cavab hansı oldu? Sadə və asandır. Orada heç nə yoxdur məncə. Siləm. Bu bildiyiniz adi düsturdur. Yazaq mı? Yox. Yazmaq istəmirəm açığı. Nəyə görə yazım da? Yəni düstur da əsassız olur. Amma özü də bundan bayaq bir dənəsini yazdılardınız. Ona görə ehtiyac yoxdur. Bu sualı bayaq deyəsən o birisi bölmədə izah elədim, yoxsa? Bunu yazmışdım. Mən sual vermişdim. Hə? 70-ci sual idi. 70-ci sual idi. Bayaqçı sualla yox, mən başım qarışdıran nədir? Eyni bölməyi yazmıram. Yox, savadlı. Ha, dedim birdən eyni bölməyi yazaram oturub və yaxud. Hə, sadəcə yəqin təsadüfdür. Yaxşı. Biz bayaq demişdik, eyb yoxdur. Bir dənə də qeyd edək, sonra gələcəkdə baxanda problem olmaz. Bu A-dır, x çıxırsa B-dir. Onda belə çıxır ki, bu A kvadratı çıx 2 vur, bu A idi, bu da B idi. Üstə gəl, bu da B kvadrat. Düzdürmü? Deməli, bu ifadə oldu. A çıx B-nin mötərizə kvadratı. A 2x plus 5-dir.
çıxılsın. B-miz də işarələri dəyişir. X üstəgəl 8-in kvadratı. Oldu. Bayaq 74-ə aid yazdıq. 70-si aid 4 dəfə yazmışıq yəqin ki, bir rahat. Ona görə özünüz baxarsınız. Vuranda 15, toplayanda -8. Davam edirik. 71-ə baxırıq. A kvadratı çıxat C kvadratı üstəgəl 4A çıxat 4C. Bir dəfə A minus C, bir dəfə A plus C olur. 4-ə çıxardanda A minus C qalır. A minus C ortaq. Yerdə nə qaldı? A plus C plus 4. Oldu. Deyəsəm C. Düzdür? Bu eyni sualdır. 69 asandır, amma sizin xətinizə yazaram. Elə bil x kubu heç. -8 çıxardana qar, y üstə gəl, 3x. Düzələm. Hə? Y plus 3x ortaq qaldı x kubu çıxaq 8 8-ə heç şey saxlayaq. Bu açılışını yazacağıq heç nə. Bu x-in kubu çıx 2-in kubudur. Kublar silinir. Birincinin kvadratı üstə gəl. Birinci vur, ikinci üstə gəl. 4. Düzdür? Yatırsan bana. Yatmaq. Bir evdə, bir də türmədə, surokda. Başqa. 67-də. Cavab hansıdır? Siz belə kifayət edin. Cavab C-dir. Cavab C-dir. A-dır. Çünki bu birincinin kvadratı budur. İkincinin kvadratı budur da. Oldu. Güzel. Bu eyni sualdır. 65-ə baxırıq uşaqlar. Burada ortaq çıxartsam. Cəbdən çıxardaq. C çıxır, qalır A plus B. Mənfi A çıxır, qalır A plus B. Bu A plus B vuraq. C çıxa deyil. Bu 5-dir. Bu da mənfi 3-dür. Cavab oldu mənfi 15. A bənd. Aydındır. Çətin deyil. Bunlar getdi belə. Bu eyni sualdır. 63 isə A-nı çıxardarsınız, olacaq A çıxsın, mötərizə kvadratı. Altmış 1-ə baxaq. Ya da 60-a baxaq. Burada bir dənə 72-ni 2-yə vuracaqsan. Hə. 43-ün kvadratı çıxa 2 vur, 43 vur, 31. Üstəgə 31-in kvadratı. Böl aşağıda 144. Yuxarı olur 43 çıxaq 31-in mötərizə kvadratı. Belə 144. Cavab 1 qalır da. Çünki 43-dən 31 çıxanda 12 qalır. 12-in kvadratı. Oldu. Hər tərəfi 144-ə vura bilməzsən axı. Gərək ifadəni T-yə bərabər eləyəsən, sonra vurasan. Sonra da aldığın cavabı təzən 144-ə böləsən.
Əslində sənin dediyinə ancaq belə də o tənlikdə olur, hər tərəfi nəyəsə vurursan. Yəni ifadədə olmur. Amma belə mən dediyim kimi tutaq ki bu t-dir. Hər tərəfi 144-ə vursan, 43-ün kvadratı 144-ə vuranda 144 72-yə bölünür, 2 vur. 43 vur 31, üstəgə 31-in kvadratı. Bu da 144t. Hər tərəfi 144-ə vurdum. Bu olacaq 43 çıx 31-in kvadratı 144 t. 12-nin kvadratı 10-sa 144 eləmir. T nə düşür? 1. Hə. Amma yenə deyirəm, o sən dediyin şey ancaq tənlikdə olur. Bərabərdir nəyəsə olanda vura bilirik. Hə. Birbaşa nəyəsə qiymətini soruşanda əslində elə bir hüququmuz yoxdur. 58-ə baxaq. Mən bu 58 deməzdən öncə 56-ını demək istəyirəm. Biraz rabitəli sualdır. Bunu başa düşün, sonra ona keçək. 56-da x üstü n vur, x üstü 2 demək deyil o. Üstləri toplamsa demək vurma olub da, altlar eyni olub. X üstü n-ə çıxardırsan, qalır x kvadrat çıxaq 1. Onda bu olur. Bir dəfə x minus 1, bir dəfə x plus 1. Aydındır. Problem yoxdur. İndi qaydaq o bir suala. Bu sualda belə bir məsələ var. Bir dənə bir şey göstərmişəm. Y üstü 6 çıx y üstü 4. Ortaq neçə çıxar? 4 çıxar və y üstü 2 çıx 1 qalır. Düzdür? İndi bəri baxın. Burada belə bir məsələ var. Biz balacanı çıxartdıq da ortaq. Üstü az olanı. Burada üstü az olan hansıdır? Bəli, 2n çıx 2 daha azdır. Nə qədər azdır bundan? 2 vahid. Çıx 2 də. Onda y üstü 2 çıx 1 qalmır. Hə? Eyni şey gəlir çıxır da. Yəni sözümün canı odur ki, kiçiyi çıxardırsan, sonra bu ifadə qalır. Oldu? Hə? Silək. Çıxanda rejimdə. Yaman tələsirsən. 54-ə baxaq. Burada buna vuranda nə verir? Kubdur. Bəli, 2x-in kubu 8x kubu, üstə gəl y-in kubu. Yəni bundan kubu olur. Vurulsun 8x kubu çıx y-in kubu. Bir dənə üzr istəyirəm. Burada x y-in kubu olur. Y-dən bir dənə burada, 2 dənə oradadır. Gəl baxaq. Bura nə olur? Birincinin kvadratı çıx ikincinin kvadratı. Üstə gəl 2-də 1. Elə budur. Cavab. Hansı bəndə olur? Budur. Aydındır uşaqlar. Uşaqlar, burada ən uzun sual məncə budur. Gəl buna baxaq. Ən çox çətinlik çəkə biləcəyi suallardan biri də budur. Yəni. Bölməklə yazırdıq. İndi sən bilirsən ki, bunun vuruqları bu 2 dənə ədəddir də, düzümü? Baxırsan ki, a vur x çıx 2. Əgər 3x kvadratı çıxar 2x çıx 8 isə, sən nə edərsən? 3x kvadrat çıxar 2x çıx 8-i bölərsən x çıx 2-yə və a-nı taparsın. Məntiqlə elədir də. X-i 3x-ə vursam, 3x kvadratı. 3x-i 2-yə vuranda 6x. İndi burada ehtiyatlı olun. 3x kvadratdan 3x kvadrat çıxanda gedir bu heç. Amma mənfi 2x-dən çıxanda mənfi 6x, toplama 6x olur. Çıxanda mənfi 6x. Bu qalır 4x. Çıxaq, 8-də enir aşağı.
X-i bu dəfə mən 4-ə vuraram ki, 4x çıxaq 8 eləsin və cavabımız A-mız 3x plus 4 qalar. Bu getdi. O birisində B-ni tapmaq üçün birbaşa yazıram da, yəqin başa düşdünüz. Bu ifadəni bölərik x plus 3-ə. Mən x-i nəyə vursam 2x kvadrat alaram. 2x-ə olur 2x kvadrat. 2x-i 3-ə vuranda 6x. Çıxanda zaten bunlar gedir. 3x-dən 6x çıxanda mənfi 3x. Çıx 9-da endi aşağı. Mənfi x-i almaq üçün mənfi vuracam. Olacaq mənfi 3x çıxa 9. Bu da getdi. Deməli B-miz olur 2x çıxaq 3. Sən deyir A vur B-ni tap. 3x plus 4'ü vururam 2x çıxa 3'ə. Bu da olur 6x kvadratı çıxaq 9x üstə gəl 8x çıxaq 12. Yəni 6x kvadratı çıxaq x çıxaq 12. B variantı. Nə oldu?